Salam uşaqlar, bugün 2019-2025-ci il buraxılış imtahanında istifadə olunan funksiya mövzusuna aid misalların həllərinə baxacağıq. 7 aprel 2019-da bu tip misal düşüb. Y bərabərdir. Bu funksiyanın təyin oblasını istəyir. Təyin oblasti x-in aldığı qiymətlərdir. Bizdə x məxrəcdədir. Məxrəcdə kökün altı müsbət olmalıdır. Ona görə kökün altını böyükdür 0 götürəcəm. Amma bərabərdir 0 niyə götürmürəm? Çünki məxrəc 0 olmaz. Bunu da həll edəndə mənfi 0.2x böyükdür mənfi 1.6. Mənfiyə böləndə işarə dəyişir. Müsbət 8 olur. Yəni x 8-dən balacadır. Mənfi sonsuzluqdan 8-ə qədər. Sürətdəki x istənilən qiymət alır. Yenə də deyirəm, x ancaq mənfi qiymətlər almalıdır ki, kökün altı müsbət olsun. Sonra gəldik, deməli, 14 aprel 2019-cu ildə istifadə olunan funksiya mövzusu. Deməli, 14-cü sualdadır. Funksiyanın qrafiki bu nöqtədən keçərsə f-6-nı tap. Təbii ki, bu x-dir, bu y-dir. Y həm də fx deməkdir. Nöqtələri yerinə qoyuram. Əgər nöqtədən keçir deyirsə, nöqtələri yerinə qoymaq lazımdır. Yəni, fx-in yerinə mənfi 24 yazacağım. K bölünsün x-in yerinə 3 yazacağım. Çarpaz vuranda x da bərabərdir, mənfi 72 alıram. Onda funksiyam fx bərabərdə olacaq. Mənfi 72 bölünsün x. İndi bizdən f-6-nı istəyir. X-in yerinə mənfi 6 yazacağım. Mənfi 72 bölünsün mənfi 6 cavab 12 olacaq. Sonra növbəti test 21 aprel 2019-cu ildə düşən funksiya sualı yenə təyin oblastıdır. Təyin oblastı kökün altı müsbət olmalıdır. Ona görə x üstə gəl 4-ü böyük bərabərdir 0 yazacağım. X böyük bərabərdir mənfi 4. Amma məxrəc 0 olmaz. X çıx 2-ni 0-dan fərqli götürəcəm. Yəni x 2 olmaz. Onda belə çıxdı ki, mənfi 4-dən böyüklər, amma 2-ni götürə bilmərəm. Ona görə mənfi 4-dən 2-yə, 2-dən müsbət sonsuzluğa. Cavab olacaq mənfi 4-dən 2-yə, 2 yarım mötərizə, 2-dən də müsbət sonsuzluğa. Cavab olacaq C variantı. Sonra gəldik digər suala. 28 aprel 2019-cu ildə düşən funksiya sualı. Deməli, bu funksiyadır. Deməli, fx bərabərdir verib bizə 2x çıxılsın 6 koordinat oxları ilə kəsişmə nöqtəsi. X oxu ilə kəsişmə nöqtəsini tapanda y-ə 0 veririk. Y oxu ilə kəsişmə nöqtəsini tapanda x-a 0 veririk. Y bizdə fx deməkdir. Birinci 2x çıx 6-nı 0-a bərabər edirik. 2x bərabərdir 6, x da bərabərdir 3. Sonra x-a 0 verirəm. 2 vurulsun 0 çıxılsın 6, o da bərabərdir mənfi 6. Y-i mənfi 6-da kəsir, x 3-də. Koordinat sistemində bu şəkildə olacaq. X oxunu 3-də kəsir, y oxunu mənfi 6-da kəsir. Mənfi y də aşağıdadır, x-da müsbətlər sağdadır və bunlardan keçən düz xət olacaq. Yəni bu şəkildə olacaq, çünki düz mütənasiblikdir. Gəldik 10 iyun 2020-ci ildə funksiya mövzusuna düşən sual. Burada funksiya mövzusundan həm törəmədə var, sadəcə törəmə buraxılış imtahanında çıxarılıb daha düşmür. Sadəcə burada əbq əkiqi verilib. A-nın hansı qiymətində ən böyük qiyməti alır. Əbq əkiqi n-lə tapılır. 4ac çıx b kvadratı böl 4a. Amma bizdə əbq-sını soruşmur. A-nı soruşur deyənə, o zaman n bərabərdir mənfi b bölünsün 2a-nı tapmalıyıq. O da mənfi b 18-dir. Bölünsün 2 vurulsun mənfi 3. Yəni 18 bölünsün mənfi 6 mənfi 3. Qarşısında da mənfi müsbət 3 olacaq. Cavab 3 olacaq. Yəni A-nı istəyirsə A3 olanda ifadənin ən böyük qiyməti var. Bir də buradakı bir sualı nəzərə yetirək. A parametrin müxtəlif qiymətlərindən asılı olaraq ax kvadratı funksiyası. Bir dənə bunu nəzərinizə saxlayın ki, əgər y bərabərdir x funksiyası verilibsə, kvadrat funksiyası. Y bərabərdir, məsələn, 2x funksiyası olanda 2 dəfə daralır. Amma y bərabərdir 2-də 1 funksiyasının qrafikini soruşsa 2 dəfə genişlənir. Yəni uzun sözün qısası A əgər birdən böyük olanda daralır, y oxuna doğru sıxılır. Amma A 0-dan 1-in arasında olanda genişlənir. Bizdən 0-dan 1 arası olanda onda bu 3-dən söhbət gedir. Amma 1-dən böyük desəydi, onda bu 3-dən söhbət gedərdi. Bunu yadınızda saxlayın. Sonra gəldik 11 iyun 2020-ci ildə funksiya mövzusuna düşən test tapşırığı. Yenə ifadənin ən böyük qiymətini istəyir. Yenə n bərabərdir. Fikir verin, burada ən böyük qiymət istəyir. 4ac çıx b kvadratı böl 4a. Yox, əgər x-i soruşsa, x-in hansı qiymətində, onda mən m düsturunu yazardım. A-sı mənfi 2-dir, C-si 5-dir, çıx 4-ün kvadratı 16, bölünsün 4 vurulsun mənfi 2. Mənfi 8 vur 5, mənfi 40
-56 bölünsün -8 cavab 7 olacaq. Bir dənə də funksiya test tapşırığı 23-cü sualdır. Xətti funksiyadır. AC də xətti funksiyadır. CB də xətti funksiyadır. Bizdən soruşur ki, bu xətti funksiyanın deməli uyğun olaraq verib bizə hansıdır? 2x üstəgəl n, təbii ki, k-sı müsbətsə birinci, üçüncü rüblərdən keçəcək. Bu 2x üstəgəl n-dir. Digər funksiyada verib bizə y bərabərdir -3x üstəgəl m. Biz bilirik ki, y oxu ilə kəsişmə nöqtəsi B nöqtəsidir. Onda belə başa düşürük ki, həmin bu y oxu ilə kəsişmə nöqtəsi n ilə m bir-birlərinə bərabərdir. Çünki ikisində də eynidir. Ona görə də və OC məsafəsində 1.8 veribsə, deməli B 1.8-dir. Yəni hər ikisində m də 1.8-dir, n də 1.8-dir. Onda funksiyamız belə olur. Y bərabərdir. 1 olur 2x üstəgəl 1.8, 1 də olur y bərabərdir -3x üstəgəl 1.8. İndi bu funksiyaların x oxu ilə kəsişmə nöqtələri lazımdır. Yəni A ilə B lazımdır. X oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 vermək lazımdır. Yəni 2x üstəgəl 1.8-i bərabər eləyəcəm 0-a. 2x bərabərdir -1.8, x də bərabərdir -0.9. Eyni qayda ilə -3x üstəgəl 1.8-i 0-a bərabər eləyirəm. Alıram -3x bərabərdir -1.8, x də bərabərdir -0.6. Deməli, B nöqtəsinin koordinatı 0.6 0-dır. Yəni, x oxunu 0.6-da kəsir. A nöqtəsində -0.9-da kəsir. İndi A ilə B arasındakı məsafəni tapanda sağdakı koordinatdan soldakı koordinat çıxılır. Yəni, 0.9 çıx 0.6 çıx -0.9. Və onlar da toplanacaq. Çünki mənfidir. Müsbət 1,5 olacaq. Cavab 1,5 olur. AB məsafəsini istəyir bizdən. 18 iyun 2020-ci ildə funksiya mövzusuna düşən sual hansıdır? 25-ci sualdır. Xətti funksiyanın qrafikinə əsasən n parametrini istəyir. Uşaqlar, bu xətti funksiyadır. Xətti funksiya 1-ci və 3-cü rüblərdən keçib. Təbii ki, 2-dən keçmək şərti ilə. 1-3-dən keçirsə k-sı müsbətdir. Y-i yuxarıda kəsirsə B-si də müsbətdir. Çünki biz demişik ki, 1-ci, 3-cü rüblərdən keçirsə k müsbətdir. 2-ci, 4-cü rüblərdən keçirsə k mənfidir. Y-i yuxarıda kəsirsə B müsbətdir. Y aşağıda kəsirsə B mənfidir. İndi deyə bilərsiniz ki, bizdə k hansıdır, B hansıdır? X-in qarşısında duran k-dır. X-dan sonra dayanan B-dir. Ona görə biz hər ikisini müsbət götürəcəyik. Yəni 4m çıx m kvadratı üstəgəl 12 böyükdür 0 yazacağım. Bir də 10m çıxılsın m kvadratı çıxılsın 16-da böyükdür 0 yazacağım. Əvvəl hər tərəfi mənfiyə vururam. M kvadratı çıxılsın 4m çıxılsın 12 kiçikdir 0. V7-dən köklərini tapıram. Toplayanda 4 eləyən, vuranda -12 eləyən ədədlər 6 ilə -2-dir. 6 və -2 ədəd oxunu qeyd edirəm. 6 ilə -2 ədəd oxunu da qeyd edirəm. İkisinin də içi boş. Müsbət, mənfi, müsbət. Kiçik al üçün mənfini götürürəm. Yəni -2-dən 6-ya qədər. Digər bərabərsliyi də həll edək. Mənfiyə vurduq. Mənfiyə vuranda m kvadratı çıx 10m üstəgəl 16 kiçikdir 0. Kökləri 2 ilə 8-dir. Vuranda 16 eləyir. Toplayanda 10. Ədəd oxunda 2 ilə 8-i qeyd edirəm. İkisinin də içi boş. Müsbət, mənfi, müsbət. Kiçik al üçün bunu götürürəm. Və bu iki cavabın kəsişməsi. Yəni -2-dən 6-ya, bir də 2-dən 8-ə. Deməli, bir cavabınız -2-dən 6-yadır, bir cavabınız 2-dən 8-ə. Ortaq cavablar 3, 4, 5 bu ədədlər olacaq. Onların da cəmini istəyir, 12 eləyəcək cavab. Bu 18 iyun idi. İndi keçdik 19 iyun. 19 iyun imtahan sualları hansılardır? Funksiyadan mövzusundan düşən. Yenə ƏBQ2 var və burada belə bir test var. Bizə fx verib -x çıxılsın 3 üstəgəl 5, bir də gx x çıx 3 üstəgəl 5 qrafiklərini qurun və kəsişmə nöqtələrindən ibarət funksiyanı deyir tapın. Bu təbii ki çıx olacaq. Burada biraz səhvlik var. Deməli, bu qrafiklərin əvvəl kəsişmə nöqtələrini tapmaq üçün bir-birlərinə bərabərləşdirməliyəm. Yəni, mənfi modulda x çıxılsın 3 üstəgəl 5-i bərabər eləyəcəm modulda x çıxılsın 3 çıxılsın 5-ə. Burada bir dənə də səhvlik olmalıdır. Bu hissə olmamalıdır. Yəni, bu hissə yoxdur. O zaman bu ikisini bərabərləşdirməliyəm. Bu modulu digər tərəfə keçirəm. -2 dənə modulda x çıxılsın 3 bərabərdir -5-ə. Onda modulda x çıxılsın 3 bərabərdir 2,5-ə.
Bir dəfə müsbət 2,5, x çıx 3 bərabərdir 2,5. Bir dəfə x çıx 3 bərabərdir mənfi 2,5. Onda buradan x bərabərdir 5,5. X də bərabərdir mənfi 2,5 üstəgəl 3. X də bərabərdir müsbət 0,5. Deməli, bu funksiyanın qrafikləri x oxunu 5,5 ilə 0,5 olan nöqtələrdə kəsir. Yəni, mən bu funksiyanın qrafiklərini qursam, tutaq ki, bu y oxudur, bu x oxudur. Modulda x çıx 3 qarşısında mənfi. Təpə nöqtəsi 3, 0-dır. Çünki bunu 0-a bərabər eləyəndə 3 alırıq. Y də yoxdur deyənə 0-dır. 3, 0 buradadır təxminən. Qollar aşağı olacaq. Bunun təpə nöqtəsi 3 ilə mənfi 5-dir. 3 buradadır, mənfi 5 bu tərəfdədir, biraz aşağıdadır. Təpə nöqtə haradasa buralarda bir yerdədir. Bu təpə nöqtəsi burada olan bir funksiyam bu şəkildədir. Bir funksiyam da bu şəkildədir və bunların kəsişmə nöqtəsi x-i 0,5 və 5,5 olan nöqtələrdə kəsicək. Təxmini bir funksiyam da bu şəkildədir. Deməli, x-i bu nöqtə, x-i gələcək 0,5-ə. Bir də bu kəsişmə nöqtəsi x-i gələcək 5,5-ə. Onda bizdən bu fiqurun sahəsini istəyir. Bu təbii ki, romba oxşuyur. Çərpələng də demək olar buna. Onun da sahəsi diagonallar hasilinin yarısıdır. Bir diagonal 0,5 ilə 5,5 arası 5-dir. Bəs digər diagonal təbii ki, bu 3-dürsə, bu mənfi 5-isə, digər diagonal həmin o mənfi 5 uzunluğu 5 götürəcək, yəni 5 olacaq. 5 vur 5 bölü 2, cavab 12,5 olacaq. Bir də deyirəm, digər 5-i hardan aldım? 5,5-dən 0,5 çıxdım, bir diagonal 5-dir. Digər diagonalda bu mənfi 5-ə görə mənfi 5-dir, yəni müsbət 5-dir və diagonallar hasilinin yarısı olur. Cavab 12,5. Sonra növbəti sual, funksiya sualı. Bu sualdır. Qrafiki aşağıdakı kimi verilmişdir. A nöqtəsi x oxu ilə kəsişmə nöqtəsidir. X oxu ilə kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 vermək lazımdır. Yəni x kvadrat çıx 4 bölünsün x kvadrat üstəgəl 2-ni 0-a bərabər edirsən. Çarpaz vuranda x kvadratı çıx 4 bərabərdir 0. X kvadratı bərabərdir 4. X də bərabərdir müsbət mənfi 2. Təbii ki, A müsbət tərəfdə deyənə A-nın koordinatı 2, 0 olacaq. X-i 2-dir, y-ə 0. Sonra növbəti sual. 25 iyun 2020-ci ildə olan funksiya sualı. Təbii ki, burada 24-cü sualdadır. Fikir versəniz, həlli tələb olunan suallar içərisində daha çox verilir funksiya mövzusu. Bu ildə elə gələ bilər. Keçən ildə həlli tələb olunan sualların içərisində idi funksiya mövzusu. Ona görə bu ildə birincidə elə gəlmə şansı böyükdür. Deməli, ordinat oxunu 0,4 nöqtəsində kəsir. Gətirib birinci yerinə qoyuram. Deməli, x-in yerinə 4 qoyuram. Y-in yerinə 0. K vurulsun 0 üstəgəl b. Onda b bərabərdir 4 alıram. İndi yeni bir funksiya olmalıdır bizdə. K1x üstəgəl b1. Biz bu funksiya 1, -3, bir də -3, 5 nöqtəsindən keçir. Onun üçün mən 1, -3-ü və -3, 5 nöqtələrini həmin funksiyada yerinə qoymalıyam. Və həmin düz xətt birinci düz xəttə paraleldir. Və biz bilirik ki, əgər iki düz xətt bir-birinə paraleldirsə, onun k-ları bir-birinə bərabərdir. Deməli, neyniyəsi olacaq? Bir də deyirəm, bu funksiyanın ordinatı deyir -4, 0-dan keçir. Yəni, mən x-in yerinə 0 qoydum, y-in yerinə -4 qoydum, müsbət 4 qoydum və b-ni 4 tapdım. Bunu yadımda saxlayıram. İndi yeni bir funksiya var bizdə. O funksiyanın k-sı birinci funksiyanın k-sına bərabər olmalı ki, bizdə paralellikdən söhbət gedir, paralel olsun. Və həmin funksiyada bu iki nöqtədən keçir. X-in yerinə 1 qoyuram, k1 vurulsun 1, üstəgəl b1 bərabərdir -3. Sonra x-in yerinə -3 qoyuram, k1 vurulsun -3, üstəgəl b1 bərabərdir 5. Və bu tənliklər sistemini həll edib k1-i tapıram. Deməli, tənliklər sistemimiz necə oldu? K1 üstəgəl B1 bərabərdir -3-dür. Bir də -3K1 üstəgəl B1 bərabərdir 5-dir. Bunları həll etmək üçün k-nı tapmaq üçün yuxarını və yaxud aşağını -1-ə vururam. Deməli, K1 üstəgəl B1 bərabərdir -3-dür. 3K1 çıxılsın B1 də bərabərdir -5-dir. Alt-alta toplasaq, toplama üsulu ilə həll eləsək, 4 dənə K1 bərabərdir -8-dir. K1 də bərabərdir -2.
K1-i -2 tapdım. Onda digər funksiya paraleldirsə, deməli K K1-ə bərabər olmalıdır. O da -2-dir. Onda funksiyamız, bu başdakı funksiya, y bərabərdir -2x üstəgəl b-sini də tapmışıq 4-dür. Bizdən də k ilə b-nin hasilini istəyir. K-sı -2-dir, b-si də 4-dür. Hasilə cavab 8 eləyəcək. -8 eləyəcək. Cavab -8-dir. Gəldi 2 iyul 2020-ci il funksiya mövzusu. Buradadır. Deyir ki, y bərabərdir -x kvadrat üstəgəl b üstəgəl 4x çıx 9 funksiyasının mənfi qiymətlər aldığı məlumdursa, uşaqlar, mənfi qiymətlər aldığı məlumdur. O demək ki, bu funksiya x oxunu kəsmir. Yəni qolları aşağıdır. X oxunu kəsmir. X oxunu kəsməmək də diskriminantın mənfi olmağı deməkdir. A-sı da mənfidir ki, qollar aşağıdır. Diskriminant b kvadratı çıxılsın 4a-sı idi bizdə. Yəni bizdə olacaq b bizdə b üstəgəl 4-dür. Mötərizə başında kvadrat. Çıx 4 vurulsun. A-sı -1-dir. C-si də -9-dur. Bu kiçikdir 0 olmalıdır. İndi bu bərabərsliyi həll eləyək. Yuxarıda yazacağım. Deməli olacaq b üstəgəl 4-ün mötərizə üstündə kvadratı. -36 kiçikdir 0. Vuruqlarını ayıracağım. Olacaq b üstəgəl 4 çıx 6. Bir də b üstəgəl 4 üstəgəl 6 kiçikdir 0-dan. B çıxılsın 2, buradan yazıram. B çıxılsın 2, bir də B üstəgəl 10, kiçikdir 0-dan. Ədəd oxu çəkirəm, köklərə ədəd oxunda qeyd edirəm. Biri -10-dur, biri müsbət 2, ikisinin də içi boşdur. Niyə -10? 0-a bərabər edib -10 götürürük. Müsbət, mənfi, müsbət, kiçik olanda mənfini götürürük. Cavab -10-dan müsbət 2-yə qədər B variantı olacaq. Deməli, kökləri x oxunu kəsmədiyi üçün funksiyanın aldığı qiymətlər olacaq mənfi qiymətlər. A-sı da mənfidir ona görə. Gəldik növbəti testdə. 2 iyul, 3 iyul. 3 iyulda funksiya mövzusuna aid düşən sual test tapşırığı. Buradadır. 25-ci sualda yeni həlli tələb olunan sual kimi düşür. A-nın B-nin C-ni verib, fx-də yazaq. Fx olacaq necə? A-sı verib bizə 2, olacaq 2x kvadratı. B-sini verib bizə 4, olacaq 4x. C-sini verib bizə 7, olacaq 7. Gx-də yazaq. Gx-də özü düsturunu burada verib, burada yerinə qoyacağıq. A-sı 2-dir. Fikir verin, A-sı 2-dir bu G funksiyasında. B-si 8-dir, C-si də 9-dur. Olacaq -2x kvadratı üstəgəl 8x çıxılsın 9. Təpə nöqtələrin koordinatları bilirik ki, MN düsturudur. -b bölünsün 2a-dır. -b bizdə birinci funksiyadan söhbət gedir. 4 bölünsün 2 vurulsun 2 -1'dir. N tapmaqda ya 4ac çıx b kvadratı böl 4a ilə də tapmaq olar. Ya da gətirib biri x-ların yerinə qoyub da tapmaq olar. Əgər çaşırsınızsa düsturdan yaza bilərsiniz. A-sı 2-dir, C-si 7-dir. Çıx 4-ün kvadratı 16 böl 4 vurulsun 1. 56 çıx 16 40, 40-ı da 4-ə böləndə 10 elədi. Deməli, təpə nöqtələrin koordinatları -1 ilə 10 elədi. Yerləşdirib x-i mənfi, y-i müsbət düşəcək ikinci rübə. Gəldi ikinci gx-in təpə nöqtəsi -b bölünsün 2a-dır. -b bizdə 8-dir, böl 2 vurulsun -2, 4 müsbət 2 elədi. N də bərabərdir 4ac, a-sı -2-dir, c-si -9-dur. Çıx 8-in kvadratı 64, bölünsün 4a. O da 4a, o da verəcək bizə nə? 4 vur -2. Yuxarı eləyəcək 4 dəfə 2-in 8, 8 9-a vuranda 72, -72, yox müsbət 72, çıxılsın 64, bölünsün -8, -8 böl -8, müsbət 8 böl -8, -1 eləyəcək. Deməli, bunun təpə nöqtəsi 2 ilə -1 oldu. X-i müsbətli, y-i mənfi, o da olacaq 4-cü rüb. Yerləşdiribləri istəyir, 4-cü rüb olacaq. Gəldik 10 iyul 2020-ci ildə funksiya mövzusuna aid düşən test tapşırığı. Təbii ki, burada da bu törəmədir. Bu sual olacaq 25-ci sual. Sadə sual, əslində çətin bir sual deyil. Sadəcə qrafikə görə funksiya mövzusuna aid hesab olunur. 2 saata 18 litr. 2 saata 18 litr su doldurursa 1 saata nə qədər doldurar? 2 saata 18 litr su doldurursa 1 saata 18-i 2-yə böləcəm. 9 litr su doldurar. Eyni qayda ilə 3 saata 15 litr su doldurursa
1 saata 5 litr su doldurar və necə deyir bizə? A və B kranlara axan su miqdarı zamana görə dəyişməsi qrafikdə verilmişdir. Həcmi 100 litr olan boş havuzu A kranı doldurur, B kranı boşaldır. Eyni zamanda 9 saat açılarsa. İndi uşaqlar, 1 saata bu 9 litr doldurursa, digər də 5 litr boşaldırsa, 9 doldurur, 5 boşaldır. Onda ümumi 4 litr dolmuş olur. Əgər 1 saata 4 litr dolarsa, bəs bizdə 9 saat açıq qalıb. 9 saata neçə litr dolar? 36 litr. İndi bu 36 ümumi 100 litrin neçə faizdir? 36-nı böləcəyik 100-ə, vuracağıq 100-ə. O da eləyəcək 36 faiz. Bu şəkildədir məsələniz. Gəldi 23 iyul. Burada da eyni məsələdir. 6 günə Nihat 54 detal hazırlayırsa, 6 günə 54 detal hazırlayırsa, bir günə 9 detal olacaq. Sonra Amid də 8 günə 40 detal hazırlayırsa, bir günə 40-ı 8-ə böləcəm 5 detal olacaq. Burada hər ikisini toplayıram. Bir günə 14 detal hazırlayır və 84 detal neçə günə hazırlayır? 84-ü 14-ə böləcəm 6 saata. Cavab 6 saat. Gəldi 24 il 2020-ci il funksiya mövzusu. Burada da yine bayaqki məsələdəndir. ABC-ni verib bizə. Yenə təpə nöqtə. Bu saat bayaqki sualdandır. Bunu öz yazmağa cəhd edin. Sonra gəldik digər suala. 29 iyul 2020-ci ildə funksiya mövzusuna düşən yenə səhifə sualıdır. 20 səhifəni 20 dəqiqəyə 18 səhifə oxuyursa, 1 dəqiqəyə neçə səhifə oxuyar? 18-i böləcəm 20-yə. Digəri də 30 dəqiqəyə 15 səhifə oxuyursa, 1 dəqiqəyə neçə səhifə oxuyar? 15 bölünsün 30-a. Və bunları ixtisar edib toplayacağım. Görək 1 dəqiqəyə ikisi bir yerdə nə qədər oxuyar? 1 dəqiqəyə 20-də 18, 2-yə böləndə 10-da 9-dur. Bunu da 3-ə böləndə 10-da 5-dir. Və toplayanda 10-da 14 oxuyur. Deməli, 1 dəqiqəyə 10-da 14 səhifə oxuyurlarsa, 210 səhifəni neçə dəqiqəyə oxuyar? 210-u bölürəm 10-da 14-ə. Yəni, 210-u vururam 14-də 10-a. O da bərabərdir. 7-yə böldüm 2, 7-yə böldüm 30. 2 ilə getdi 5. 30-u da 5-ə vurdum 150. Deməli, neçə dəqiqəyə oxuyarlar? 150 dəqiqəyə. 30 yıl 2020-ci il funksiya mövzusuna düşən sual. Tək və cüt funksiya. Tək funksiya hansıdır, cüt funksiya hansıdır? Əgər x-ların yerinə 1 qoysaz və x-in yerinə -1 qoysanız, ikisinin də cavabını eyni alırsınızsa cütdür. Yox, ikisinin cavabını əks ədədlər alırsınızsa təkdir. Yox, fərqli ədədlər alırsınızsa nə təkdir, nə cüt. Nə tək, nə cüt. İndi baxaq. Mən x-in yerinə 1 qoyuram. 1-in kubu 1 elədi. X-in yerinə -1 qoyuram. -1-in kubu -1 elədi. 1 verəndə müsbət 1 aldım. -1 verəndə -1 aldım. Tək funksiyadır. Çünki fərqli qiymətlər, əks qiymətlər aldım. Burada 1 verəndə 1 çıx 1, 0, 0-ın kvadratı 0 elədi. -1 verəndə -1 çıx 1, -2 kvadratı 4 elədi. Fərqli qiymətlər aldım. Nə təkdir, nə cüt. Cavab D bəndə olacaq. Amma yenə də B-ni də yoxlayaq. 1 verdim, 1-in kvadratı 1, -1-in kvadratı 1. Deməli, cüt funksiyadır. 1 verdin, 1-i 1-ə vurdum 1, -1 verdim, -1-i 1-ə vurdum, -1. Deməli, tək funksiyadır. Burada da 1 verəndə 1 alırsan, -1 verəndə -1 alırsan. Deməli, bu da tək funksiyadır. Bizdən cütü istəyir, cavab D variantı olacaq. 15 aprel 2021-ci ildə funksiya mövzusuna aid düşən test tapşırığı. Bu sualdır. M-in hansı ən kiçik qiymətini parabolanın təpə nöqtəsi 3-cü rübdə yerləşir. 3-cü rübdə yerləşməsi üçün deməli M-i də mənfi olmalıdır, N-i də mənfi olmalıdır. M də mənfi olmalıdır, təpə nöqtələr N də mənfi olmalıdır. M -B bölünsün 2A-dır.
O da verəcək mənfi. B bizdə m çıxılsın 6 bölü 2-dir. Bu mənfi olmalıdır. Birinci bunu həll edək. Mənfiyə bölürəm. Mənfi bölündə işarə dəyişir. Çarpaz vururam, işarə dəyişir. M də böyükdür 6-dan. Bir də 4AC çıx B kvadrat. 4AC 1-dir, C-si 16-dır. Çıx M çıx 6-nın kvadratı bölünsün 4-a. Yəni 4 vurulsun 1. Bu da kiçikdir 0 olmalıdır. 64 çıxılsın, mötərizədə M çıxılsın 6-nın kvadratı kiçikdir 0. Vuruqlarını ayıraq. 8 çıxılsın M üstə gəl 6-nın mötərizə üstündə kvadrat kiçikdir. Bir dəqiqə. Bir dəfə 8 çıxılsın M üstə gəl 6. Bir dəfə də 8 üstə gəl M çıxılsın 6 kiçikdir 0. İndi həll edirəm bunu. 8 ilə 6 14 çıxılsın M. 8 ilə 6-nı toplayanda 8 ilə 6 çıxanda müsbət 2 kiçikdir 0. Burada M birinci gəlməlidir. Yerini dəyişirəm. Yerini dəyişəndən sonra işarə dəyişəcək. Ədəd oxunda kökləri qeyd edirəm. Biri müsbət 14-dür. Biri mənfi 2-dir. İkisinin içi boş. Müsbət, mənfi, müsbət. Kiçik, böyük al üçün müsbətləri götürürəm. Cavab olacaq. Dəqiqə.